Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aşıq Zülfiyə və Aşıq Telli arasında yaşanan küslülük sona çatıb. Xəbər verilir ki, iki yaxın rəfiqə olan sənətçilər barışıblar. Rəngarəng verilişində qonaq olan Telli canlı yayıma zəng edən Aşıq Zülfiyənin nəvəsi olması münasibətilə təbrik edib. Nəvəni təbrik edirəm, böyük oğlan olsun. Aşıq Zülfiyə isə Zaur Nəbiyoğlu'nun verilişindən sonra Telli ilə bir araya gələrək söhbət etmək təklifini qəbul edib. Xatırladaq ki, rəfiqələr arasında küslülük Aşıq Zülfiyənin "Mən Aşıq Telli Borçalıya öz sazıma etibar etmərəm, çünki o öz sazını dəfələrlə restoranda unudub gedib" sözlərinə görə yaşanmışdı. Telli Borçalı isə ona cavab olaraq "Mən nəinki sazımı, heç kibrit çöpümü belə Aşıq Zülfiyəyə etibar etmərəm. Bəzi insanlar var ki, üz-üzə gələndə susurlar, arxasıca isə danışırlar. Mən belə şeyləri əsla qəbul etmirəm və sevmirəm. Məni tanıyanlar da xasiyyətimə bələddirlər. Kimsə mənə nəsə deyəndə də elə olub ki, o insanın cavabını bütün toplumun içində verirəm və dediyi sözü özünə qaytarıram" ifadələrini işlətmişdi.